Salam aleyküm Ömer. Salam Asım müəllim, necəsiz? Aleyküm salam kardeş. Siz necəsiz? Yaxşıyam, şükür Allaha, əlhəmdülillah, yaxşı olun. Elhamdülillah sevindim. Əlhəmdülillah. Bağışlayın böyle geciktiğim biraz. Ben size bir saat Yo, demiştim. yo, Sonra evde mən sizi gözləyirdim. Mən sizi gözləyirdim. bu necə bölümdə ekran bölüm Yox, 250 problem bir saniye. yoxdur. Ha kardeş şey yani eğer atsan kameranı ikimiz de böyle görsənləri bir dənə baxım Problem et. yoxdur. Hə. Ömer bizi çok sevindirdin açığı. Yani ümumiyyətlə belə deyək də bir izah eləyim nəyə görə sevindik. Biz yəni o tip adamlardan deyilik ki, belə deyək də qəsdi şeydə kimlərləsə mübarizəyə qoşulmuşuq. Qoy sayımız artsın və s. Bizim belə ümumiyyətlə də belə şeylərdən xoşumuz gəlmir. Bizim sevməkdə yeganə məqsədimiz odur ki, doğrudan səmimi qəlblə deyirəm ki, biz bir insanın doğrudan da axirətinə iman gətirməsinə sevinirik. Bir insanın o zülmətdən, o qaranlıqdan çıxmasına biz həqiqətən də sevinirik. Və mən açığı sizin haqqınızda belə pozitiv idim və inanırsınız bir həftə bundan qabaq, yəni sizin canlı yayım gedirdi. Yoldaşıma da göstərdim ki, bax, yəni adı Ömər də özü də ateistdir. Yəni, maraqlı üzdən də müsəlman bu mənlə Ömərin arasında görkəmdə belə fərq yoxdur, yəni. Əlhəmdülillah. Yəni bir onda təəccüblənirdim mən sənə. Sonra bugün doğrudan təəccübləndim. Həqiqətən təəccübləndim. Və siz bilirsiniz də biz əlhəmdülillah İslam'a dəvət edirik və marağımız yoxdur ki, kimdənsə nəsə prim yığaq, nəyə görəsə. Yox, Biz o müxtəlif o şeylərə adı nədir bu oyunlar da zaten bunlara heç vaxt getməmişik. Əlhəmdülillah gəlib nəyi bilirik çatdırmışıq. Qəbul eləyən eləyər, eləməyən də heç vaxt deməmişik niyə eləmədin. Və sənin bu təcrübən, sənin bu keçdiyin yol və ümumiyyətlə də bu ateist olduğun müddət, o canlılar açdığın müddətdə nələr hiss edirdin? Qəlbində bir şey hiss edirdinmi bu belə qəlbindəki nəsə düzgün deyil də bu. Asım müəllim, üzr istəyirəm, hamını salamlayıram. İslam dini, yəni heç kimi məcbur eləmir ki, gəlin müsəlman olun. Yəni İslam dini, yəni bir dəvətdir. Yəni heç kimi məcbur eləmir ki, gəlin qəbul edin. Mən ateist olanda hər gün ateist canlı yayın açandan sonra özümə fikirləşirdim ki, yəni bir vahimələr keçirdim ki, mən bəlkə düz eləmirəm. Yəni olmayan bir şeyi mən niyə insanlara çatdıram ki, bu yoxdur. Özümdə sıxlıqlar yəni hiss edirdim, psixoloji durumlarım olurdu. Hətta gecələr özümlə yəni mübahisələr edirdim, söhbət edirdim. Günün bəlkə bir 24 saatında 8 saatını yatsam, qalan saatını oyaq olsam, özümə söhbət edirdim. Bəlkə var bu. Mən olmayan bir şey nəyə görə insanlara çatdırıram? Yavaş-yavaş oturdum, özümə düşündüm, fikirləşdim. Həmin o yoxluqları özümdən çıxartdım. Mən bir insan olaraq özümə oturdum, çox düşündüm də, yəni fikirləşdim. Yəni dedim, axı bu niyə? Axı bu bizim yaşanmağımız, bu dünyaya gəlməyimiz, düşünməyimiz, fikirlərimiz, nə bilim, bu dünya, bu boyda, yəni qalaktikalar, bu boyda planetlər, bu boyda, nə bilim, səmalar, yəni sonsuzluq, bu yəni hara gedir, çıxır da bu? Bu nədir? Bu yəni təkamül deyirlər, təküzeyra deyirlər, primat deyirlər. Bu təkamülə acı bir təkan verən vardı. Bu təkamül öz-özünə, yəni təkansız axı, yəni baş verə bilməz də. Bəli, Yəni çox çox da ağır. deyək ki, bu təkamüldən, yəni biz təkamüldən yarandıq, təküzeyra oldu, təkamül oldu, primatlara çevrildi. Nə bilim, biri deyir sıçoğlu, biri deyir balina, biri deyir əcdadlarımız misal üçün olub meymun. Yəni mən qəbullanmadım. Axırda oturdum, fikirləşdim, dedim yox, burada nəsə var. Yavaş-yavaş misal üçün Qurandan da ayətlərdən də misal üçün burada elə insanlar vardı ki, mənə nəyisə səhv çatdırırdı. Deyirlər ki, səhvdir. Misal filan ayələr, misal bir 50-60 dənə ayətlər var idi ki, özümdə yazmışdım, qeyd eləmişdim. Yəni burada da qeydlərim də var. Sonra mən onu götürdüm, getdim bizdə bir 28, mən özüm Neftçilərdə qalıram, 28-də bir mədrəsə var. O da türk hocasıdır. O da elə bir ki, Misirdə dərs alıb, ərəb dilini super bilir də, yəni qrammatika. Yəni başladım ona göstərmək ki, misalən bu ayətlər, misalən Əlixan Musayevin perivodunda belə yazılıb, yəni tərcüməsində, Ziya Bünyadovun tərcüməsində belə yazılıb, rus dilində belə, türk dilində belə. Bir dənə zəhmət olmasa ərəb dilində bunu mənə tərcümə eləyə bilərsən. Baxdım, yəni tərcümə elədim, mən də o yazıb başladım oxumağa. Gördüm, yəni
yerlə göydən yəni fərq var. Hmm. Sonra gördüm yox. Bu yəni tamam başqa şeydir də. Yəni mən olmayan bir şey, məsələn, ayətləri insanlara yalandan çatdırırdım. Ona görə mən burada müsəlmanlardan üzr istədim. Dedim, yəni mən səhv yolda olmuşam, yəni bilməmişəm. Yəni yenə deyirəm, yəni Əlxan Musayevin tərcüməsindən oxumuşam, yəni insanlara demişəm. O da yəni Quranı oxumaqsan, yəni hökmdür ki, yəni ərəb dilini, ərəbiyyat dilini biləsən, yəni qrammatika. Ona da şükürlər olsun, yavaş-yavaş gedib öyrənirəm. Elhamdülillah qardaş. Allah səni sabit etsin. Bax, sən dediyində, yəni mən də bir müsəlman kimi, həmçinin biz şəriət oxumuşuq da, yəni əlavə olaraq bir-iki dənə də tövsiyə eləmək istəyirəm ki, bax sən deyirsən ki, fikirləşdim, düşündüm, baxdım. Bax elə Quranda da ateizm barəsində Allah çoxlu dəlillər qoymur. Allahın olması barəsində çoxlu dəlillər qoymur. Əksinə deyir ki, baxın. Məsəl üçün bir ayə var, deyir ki, "Sənurihim ayatin fil afaq və fi anfusihim hatta yetebeyyin lahum ennehu'l haqq." Deyir ki, onlara biz ayələrimizi iki dənə şeydə deyir. Bir kainatda, bir də özlərində göstərəcək ki, onlar bilsinlər ki, həqiqətən də Allah haqqdır. Və insan da doğrudan da iki şeyə baxır da. Birinci kainata baxırıq. Günəşə, aya, ulduzlara, sən dediyin şeylər səmaya. Bir də ikinci nəyə baxırıq? Özümüzə baxırıq. Vallahi yəni Balaca bir uşaq var, yəni öz qızım da, balaca qızdır. Sən oturub baxıram, heç bir yaşı yoxdur da, şirin baxıram, deyirəm ki, bunun bu uşaq vaxtı balaca olması təkcə balaca deyil də. Deyəsən ki, indi necəsə izah edəsən ki, təkamüllə ki, bu yəni ananın bətnindən çıxmalıydı da. Təsadüfən bu şey sistem yarandı, ananın bətnindən çıxacaq. Amma baxırsan ki, uşağa baxırsan ki, vallahi görsən ki, onu yəni dizayn elədi ki, şirin olsun. Yəni sevimli olsun, insanda məhəbbət yaransın. İllər keçdikcə sən ona bağlanasan. Yəni sən balaca belə də böyük sifətinlə də ola bilər də, düzdürmü? Amma görürsən ki, hər şeyi balacadır və təkcə balacalığıyla deyil, o olduğu yaşın, yəni yaşa görə müxtəlif formalar alır. Yəni get-gedə yetkinləşir, amma ən balaca vaxtı məsələn 1 yaşında uşağa baxsan ki, şip-şirindir. Yəni bu elə belə deyil də. Məsəl üçün ona görə də məsəl keçmişdə fəlsəfəçilər nə edirdilər? Sokratdır, Platondur. Bunlar çıxırlar çölə, bazara. Deyirdilər ki, baxın əşyalara. Bəli, əşyalara baxın, o əşyalardan hansının məqsədi görürsüz. Məsəl üçün və məqsədi görürsüz ki, bilin ki, onun dizayneri var. İndi sən uşağa baxırsan, balaca uşağa baxırsan da, baxan kimi görürsən ki, burada məqsəd onun elə şirin olmasıdır. Sevimli olmasıdır. Niyə? Çünki sən ona rəğbət bəsləyirsən. Sən qocaya baxırsan. Qocada isə görürsən ki, get-gedə zəif olması və möhtac olmasıdır ki, sən onun qayğısına qalasan. Yəni bu da gəlir şəriətlə üstə düşür. Və insan özündə güzgüyə baxanda, mən misal üçün həmişə məsələn bilmirəm debatlarımız olub, baxın izləmisiniz, izləməmisiniz. Mən həmişə danışanda çox mürəkkəb eləmirəm. Mən müxtəlif əşyalar göstərirəm. Deyirəm stəkan kim düzəldibdi? Düzəlib deyir bu. Pult, nə bilim, kompüter, telefon və s. Ondan sonra deyirəm ki, bax bir insana. Gör nə qədər mürəkkəbdir də. Bu qədər mürəkkəb bir şeyin öz-özünə düzəlməsi, öz-özünə yaranması, yəni gözün öz funksiyaları var, burnun öz funksiyaları var, gözün beyinə birləşmə sistemlərinə baxırsan, qulağın beyinə birləşmə sistemlərinə baxırsan. İndi bu animasiya ilə çəkirlər. Mən əminəm ki, sizin qarşınızda da. Yəni ən çox da orqanlarıma fikir verdim də. Yəni belə deyək də qaraciyərimə, ağciyərimə, nə bilim ürəyimə, bu ürək pompalıb qanı necə dövr eləyir, ağciyər necə nəfəs alıb misalən içəri oksigeni ötürür, qaraciyər necə yeməyi həzm eləyir. Yəni bunun bir sistemi var da, bunun bir yəni qurucusu var da. Yəni mən əsas da onlara fikir verdim, özümə. Yəni bir insan olaraq yenə deyirəm, yəni fikirləşdim, düşündüm mən bunu, özümə aid elədim. Bəli qardaş. Və ona görə də məsəl üçün İslam dinində də bu məsələlər insanla Allah fitrətinə qoyub. Quranın prinsipinə baxsan, insanın fitrət nədir? Qəlbində, məntiqində, ağlında, müşahidəsində Tanrını, yaradanı tanımaq var. Ondan sonra isə peyğəmbərlər gəlirlər. Onlar sənin artıq o fitrətində düşündüyün şeylər yoxdur, ona xəbərlər verirlər. Deyir, bax sən bax fikirləşdin, bax mən oradan gəlmişəm.
Və onunla həmin o Rəbbə, o fikirləşib tapdığın Rəbbə, dərk etdiyin Rəbbə səni ibadətə çağırır. Yəni İslamın yəni mahiyyəti bundan ibarətdir. Yəni Allaha heç bir şeyi şərik qoşmayasan, xurafatları tərk edəsən, sənlə Rəbbin arasında heç bir vasitə olmasın. Mən əminəm ki, sən fikirləşəndə birbaşa elə Tanrı ilə əlaqəyə keçməyə çalışırdın, düzdürmü? Əlbəttə, bəli, suallar verirdim. Mənə haqqı göstər, göstər görüm necədir, mənə başa sal. Bu bütün ateistlər kimlər ki fikirləşirlər, vallahi onlar doğrudan da bu sən gəldiyin mərhələləri bir-bir keçirlər. Yəni və biz də buna çox sevindik qardaş. Yəni doğrudan da yəni xalqımızın da və sənin də xüsusilə səndən nəyə qiymətləndirirsən, səhv elədiyi başa düşüb hiss edir ki, onu kompensasiya edirsən və İslam'a dəvətlə bunu başlamaq istəyirsən ki, baxın mən səhv olmuşam, bu düzgün deyil. Və bu da əminliklə deyirəm ki, yüzlərlə, minlərlə gəncin hidayətinə, doğru yolu görməsinə səbəb ola bilər. Baxırsan cavan uşaqlardır. Baxırsan adını yaza bilmir, adını yaza bilmir. Baxırsan məktəb oxumayıb, baxırsan yəni savadı yoxdur. Vacib də deyil hamı savadlı olsun. Amma çıxır nə edir? Güya elmdən danışır. Çıxır yəni Allaha qarşı danışmağa çalışır. Olmaz belə. Yəni biz axır bir mühitdə Azərbaycanda yaşayırıq. Azərbaycanda qonşumuz, hər bir kəs, yəni bizdə kimdir? Müsəlmanlardır da. Bu mühitdə yaşayırıqsa, biz bu hörmət eləməli, ən azından hörmət eləməliyik. Yəni ona görə də sənin bu elədiyin o yəni hidayətdən sonra, axtarıb Rəbbi tapdıqdan sonra yəni bu cür əməlli də çox müsbət qiymətləndiririk. Həmçinin də bizim Tövbə Zamanı kanalında, YouTube'da, həm TikTok'da çoxlu barədə videolar var. Sünnə az saytımız var. Biz orada yəni ümumiyyətlə də kitablar, məqalələr, ateizm mövzusu, deizm mövzusu istənilən məsələdə qoymuşuq və yəni yavaş-yavaş araşdırsan, axtarsan və istənilən bir sualın olsa qardaş gəlib, yəni insandır da, insan müəyyən bir yol keçmisən, müəyyən bir şübhələr olubdur. O şübhələr yenə də olsa biz burada yəni xidmətinizdə hazırıq. Ateistlik mənim üçün yəni bir boşluq idi. Yəni elə bir gedib bir boşluğun içinə düşmüşdüm. Yəni o boşluqdan yəni çıxmaq istirdim, yəni çıxa bilmirdim. Yəni mən həqiqətən də çox yəni elə olurdu özümə söhbət edirdim, düşüncələrimi özümlə bölüşdürürdüm. Dedim yəni mən bu niyə gəldim birdən-birə axı bu boşluğun? Axı mən inanclı bir insan idim. Mənə nə oldu birdən-birə? Özümə misalsın gic-gic fikirlər, yəni özümdən bölüşürdüm. Yəni bir yaradıcı bir Allah olsaydı, yəni dünyada bu qədər ədalətsizliklər olmazdı. Misalsın bir yerdə müharibə olmazdı, bir yerdə aclıq olmazdı. Yəni belə şeylər olmazdı. Amma axırda misalsın özüm belə deyək də bir insan əgər bir pislik eləyirsə, onun həmən dəqiqə Allah onun bir yaradıcı onun yəni həmən dəqiqə onun cəzasını versə, yəni həmin o insan onu ədalətsiz kimi biləcək. Yəni o insan ona deyəcək ki, mənə niyə zaman vermədin? Bəlkə mən tövbə eləyəcəkdim. Yəni ateistlərin çoxsu yəni onu fikirləşmir, düşünmür. Yəni mən də onu fikirləşib düşünmürdüm. Amma vaxtsa zamanca gəldikcə misalsın başladım yəni düşüncələrimi özümlə. İnsan gərək birinci özü ilə danışmalıdır. Yəni kimlənsə yəni danışaraq bunu özü-özündə həll edə bilmir ömür boyu. Eləyə də bilməz. Çünki belə deyək də, mən əgər ateistəmsə, mənim ətrafımda ateistdirsə, onlar mənə belə deyək, çirkin neqativlər verəcək, mənə yaxşı neqativ verməyəcək. Gərək sən ən önəmlisi, məsələn, Allaha yaxın olan insanlarla oturasan, hər gün söhbət edəsən, həm söhbət olasan, bölüşəsən. Yəni bu platformada həqiqətən də bir 10 nəfərə kimi ateistlər var. Çox əxlaqlı insanlardır, yəni dürüst, yaxşı insanlardır. Mən ən çox da misalsın bu canlı yaymasını dedim, bəlkə 10 gün, 15 gün açsam, ondan sonra bəlkə heç açmayacam canlı yayımı. Bəlkə onlar da gələr misalsın müsəlman olanlar. İnşallah. Yəni onlar ən azından görərlər, məndən bir örnək alarlar da, indi insanlar. Bəli. Zaten biz də ona çalışırıq. Hətta bu Çeviki bu yaxınlarda həbs etmişlər. Bizim canlıda cəmaət, yəni hamımız dedik ki, qardaş, Allah ona hidayət versin. Tək o başına gələn şeydən bir ibrət götürsün. Bəlkə fikirləşdi, təhkiyə düşdü insandır da. Yəni bəzən görürsən ki, Allah nə edir? Layiq biləndə, insan qul onu axtaranda, bax, Allah Quranda deyir ki, yəhdi ileyhi mən ənəb. Allah ona yönələnlərə hidayət verir. Bir insan ki, başlayır axtarmağa, sən deyirsən, başlayır axtarmağa, sual verməyə, sorğulamağa. Bizim kanalda Avropada, Qərbdə olan ateistlərin tövbələri var. Onların çoxu, sən demişkən, sən deyən variant, özlərində danışmaqla hidayət olunublar. Müəyyən bir şeyləri eşidirlər, sonra başlar fikirləşməyə. Deyir ki, mən bunu düz edirəm, səhv edirəm.
Bu belə olsaydı belə olardı, belə olsaydı belə olardı və doğrudan da düz nəticələrə gəlirlər. Məsəl üçün sən deyirsən, nə qardaş? Deyirsən ki, əgər Allah cəzalandırsaydı, onda onlar deyərdilər ki, bizə niyə möhlət vermədin? Və həqiqətən də doğrudan da bu barədə çoxlu ayələr var. Mən deyərdim, mən misalən həmin dəqiqə bir pislik eləsəydim, sözü kəsirəm. Mənim misalən yerində mənim bir Allah mənim cəzamı versəydi, mən gedən kimi deyərdim ki, mən niyə möhlət vermədin? Bəlkə mən tövbə eləyəcəydim, bəlkə mən yaxşı işlər görəcəydim. Bəli, bəli. Bu da Allahın rəhmətindən də axıra qədər möhlət verir. Ölənə qədər möhlət verir ki, əksər hallarda ki, ən son anda da belə qulu neynəsin? Bəlkə fikirləşdi, la illah dedi. Məsələn, bax sizin canınızda bir nəfər qardaş danışırdı ki, qohumuydu, ateist idi ömür boyu. Ölənə yaxın ölüm ayağında başladı ki, ya Allah mənə bağışla, mən beləyəm, mən eləyəm və s. Belə, yəni doğrudan da belədir. Bu da Allahın rəhmətidir və düz deyirsən. Həm də başqa bir şey var. Əgər həmin andaca yəni olsaydı da azad iradə olmazdı ki, qardaş. Azad iradə olmazdı. Yəni elə o 10 nəfəri, 20 nəfəri bu formada vursa bəs eləyərdi. Bütün dünya bilərdi ki, ehtiyatda olma, adamı tuturlar, göydən ildırım gəlir, bir günah eləyəndə göydən ildırım səni vurur. Da heç kim, hamı qorxusundan deyərdi ki, mən inanımda. İradənin nə mənası oldu? İman da zaten qeybə imandır. Bax, Bəqərə surəsində Allah möminləri vəsfində onların birinci vəsfi kimi qeybə imanlı etdiklərindir. Çünki qeyb olduqda insan ağlını istifadə edə bilir. Qeyb olduqda iradəni istifadə edə bilirsən. Amma aşkar olan şeyə nəyə inanarsan? Məsəl üçün, mən sizdən sorsam ki, mən hardayım? Deyəsiz ki, telefonun qabağındayım da, düzdür. Burada aşkardır da. Amma mən sorursam ki, məsəl üçün, belə durubsam qeybdəyəm də, indi hardayam? Deyəcəksiniz ki, fikirləşəcəksiniz qeybdədir, amma əlamət var da, telefonun sağındayım, müqayisə edib tapacaqsınızdır. Amma məsələn, sizdən sorursam, qardaşım hardadır, qeybdə də amma əlamətlər yoxdur. Onu heç vaxt tapa bilməzdiniz. İnsanın iradəsini və ağlını yeganə işləyəcəyi vəziyyət qeybdə bir şeyin olması və ona əlamətlərin olmasıdır. Və bu da Rəbbimiz bunu təmin edibdir. Yəni, əlhəmdülillah, gəldiniz qardaş, siz təbrik edirəm. Çox yormaq istəmirəm sizi. Allah çox razı, çox sevindik. Qardaşlar da aşağıdan, bacılar da hamısı altdan sizə dua edirlər. Və əlhəmdülillah İslam ümmətinə siz əvvəlcə bildiyim qədər ibadət əhli olmusunuz da. Yəni mən ibadət əhli olmuşam, sonra belə deyək, ibadət eləməmişəm, ibadətdən uzaqlaşmışam. Yəni gedib bir boşluğa düşmüşəm, özümə yenirəm suallar. Yəni inşallah, yəni bu səfər yəni elə bir imtahan oldu ki, elə bir sınaq oldu ki, bundan sonra bu boşluqlara düşmərəm yəqin ki. Alo. Səs getdi. Dediniz ki, elə bir sınaq oldu ki, bir səs getdi. Deyirəm ki, bu sınaq elə bir sınaq oldu ki, mənə yəni çox böyük sınaq oldu. Yəni deyirəm, yəni indən sonra yəni gedib bir də boşluğun içinə düşmərəm. Yəni özüm yəni ibadət əhli olmuşam əvvəl. Yəni Əbu Bakır məscidinə gedib ibadət eləmişəm. Yəni 28-ə evimizin böyrü idi. Yəni deməyim oldu ki, bu yəni imtahan mənim üçün elə bir böyük imtahan oldu ki, yəni çox insanların üzünü gördüm burada. Yəni insanları nətər yoldan çıxardırlar, necə yoldan çıxardırlar. Yəni səhvinə olaraq misalən insanları misalən manipulyasiya edirlər. Yəni beyinlərini elə bil ki, onların elə bil ki, nə ilənsə işləyirlər. Onlar məcbur olaraq o yoldan çıxmalıdırlar. Amma mən harada sözümü biraz tarazladım, yəni imkan vermədim o yoldan çıxan. Elhamdülillah. Yəni şükürlər olsun. Yəni əlbəttə yəni məndən olsaydı, mən yəni qalacaqdım o yolda. Mən hətta 20 gün mən bilirsiniz, yəni mən ateizm səhifəsi açmırdım. Mənim bir səhifəmdə vardı. O səhifə ümumiyyətlə yandı getdi. Mən hətta elə o çevik tutulmamışdan qabaq mən onun əleyhinə canlı yayınlar açırdım. O mənə gecə ayın 24-də zəng eləmiş ki, sən məndən nə istəyirsən? Sənin ged öz yolun var, mənim də öz yolum. Mən ona yazdım ki, burada zənglər də var. Dedim, yəni açmasan çox gözəl olar. Yəni cavanlarımız var, gənclərimiz var, 14 yaş, 13 yaş, onların elə beyni bir ağ kağız kimidir, təmiz kimidir. Onlar yollarını aza bilərlər. Yəni hər kəsin beyninə bir sual işarəsi yəni oturur ki, bir yaradıcı, bir Allah yoxdur. Yoxluqdursa, yəni mən hər bir günahı, hər bir səhvləri gedib eləyə bilərəm. Niyə misalsın imkan verək ki, misalsın o cavanlar, sən inanmırsan, inanma. Qoy o inansın da, kiminsə niyə inancı ilə biz oynamalıyıq? Mənim özüm də belə olsa, mən də səhv yoldaydım, düz yolda deyildim. Yəni, nəyə lazımdır? Boş-boş mövzulardır. Ümumiyyətlə, ateizmin mövqeyi tamam başqa olmalıdır. Sən bir tanrıya, bir yaradıcıya, bir Allaha inanmırsansa,
onun kitabı da sənə maraqlı olmalı deyil. Sən Bəli, yəni bir Allaha inanmırsansa, onun kitabı sənə niyə maraqlı olsun ki? bəli, bəli. Sən onun ayətləri ilə maraqlanasan. Bilirsiniz o populizmdə qardaş. Yəni bilirsiniz İslam dini 1400 il tarixə sahib bir dindir. Yəni təkcə bir də mənim bu telefonumda 6000-ə yaxın kitab var. 6000-ə yaxın Həmişə də kitab. düşmənlər olub da. Hə də yəni olubdu və bunun bir şey məktəbi var. Bu suallar yüz illərlə gəlibdi. Bunlara cavablar var. Bunu yəni cavan uşaqların qabağında çıxıb terminləri istifadə etməklə uşaqları aldatmağın mənası yoxdur. Ola bilsin bu gün sən ola bilsin ki, bu gün sən kimlərsə sənə əl çalarlar, kimlərsə səni alqışlar, amma özü də gördünüz də o hadisədə kimsə arxasında durdu? Heç nə. Vallahi Allahın əzabı gələndə, Allahın Yox, əzabı hər kəs dedi gələndə ki, arxandayıq, arkadaşlar. heç biri, yəni həm də Allahın əzabı hələ bu yaxşı qurtarıbdı. Allahın o böyük əzabı gəlsəydi, onda insan yəni heç nə etməz. Vallahi dəfələrlə olub ki, yatanda, yataqda yatanda gözümü açmışam, özümə fikirləşmişəm də. Demişəm, burada bu dəqiqə Allah mənim canımı alsa, orada heç kimə köməyimə gələ bilməz. Heç kim, yəni bu müsibət olar. Yəni Allahın insanın canını alması, birdən alması doğrudan böyük bir müsibətdir. Həm onun ailəsi üçün müsibətdir, onun uşaqları üçün müsibətdir, onun tanıyanlar üçün müsibətdir. Düzdür, onlar unudurlar sonra, yəni öz həyatlarına davam edir. Amma insan, o ölən insanın müsibəti davam edir. Vay onun halına ki, Allahın qarşısına çıxdı və Allahın qarşısına Allah qəzəbli halda çıxdı. Qardaş, qiyamət günü yəni heç hara qaça bilməyəcək, heç hara qaça bilməyəcək. Heç nə, kimsəni yəni bütün mələklər, cinlər, insanlar bizə şəfaət versə ki, biz bu insanı bağışlayın, heç nə. Yəni doğrudan risk böyükdür, böyük riskdir. Həddindən artıq böyük riskdir. Ona görə qardaş, səni təbrik edirəm. Allah səni sabit eləsin. Sağ ol, Allah köməyiniz İbadətlərdə də olsun. möhkəm ol qardaş. İbadətlərə qayıt Allahın iznindən. Araşdır yenə. Bizdə nə lazımdır qardaş? İnşallah yəni hər cür dəstəyə hazırıq inşallah. Utanma qardaşımızsan, yaxşı qardaş. Yəni sualın olsa olsun. Allah razı olsun. Allah köməyiniz olsun. Allah razı olsun. Yəni mən də ən azından yəni buradakı insanlara bir örnək olum. Onlar da yəni istəyirəm ki, bir düz yola gəlsinlər. Yəni çəkinsinlər. Mənim istəyim odur, başqa heç nə istəmirəm. Bəli, bu videonu da inşallah qoyacağıq ki, yəni qoy cəmaət görsün. Çünki bizdə də kanalda baxılır belə videolar. Problem yoxdur. İnşallah. Çox sağ ol Ömər, çox sağ ol. Oldu, sağ olun. Minnətdaram ki, gəldin, qiymətləndirdin. Allah razı olsun səndən. Allah səni sabit eləsin. Əssəlamu aleykum. Aleykum salam. Sağ olun. Sağ ol. Sağ ol.